7 gün ərzində hər gün Dubayın ən ucuz alış-veriş mərkəzlərini gəzirəm və bu gün 3-cü gün Yiwu China Marketdəyik. Artıq Çinə getməyinizə ehtiyac yoxdur. Dubay bütün Çin fabriklərini ayağınıza qədər gətirir. Yiwu Marketə gələrək Çində olan bütün istehsalçıların satış təmsilçiləri ilə birbaşa əlaqə qura biləcək və yeni biznesə başlamaq üçün ağlınıza gələn və gəlməyən bütün məhsulları buradan əldə edə biləcəksiniz. Mənə filan məhsul lazımdır, lakin birinci əldən almaq istəyirəm ki, ucuz olsun. Sən də bunu deyirsənsə, bu ticarət mərkəzi sənə görədir. Başqa ticarət mərkəzlərindən fərqli olaraq burada alıcılara hətta maşın belə hədiyyə eləyirlər. Dünənki bu videolar silsiləsinin 2-ci gün videosunda Dragon Mart'da elektronika mallarının qiymətlərinin nə qədər yüksək olduğunu şahidi oldunuz. Yiwu Market elektronika malları üçün əlverişlidirmi? Gəlin birlikdə araşdıraq. Kanala abunə olduğuna əmin ol ki, iləride 4 gün ərzində bu kanalda yayınlanacaq Dubayın ən ucuz 4 fərqli alış-veriş mərkəzindən olan videoları qaçırmayasan. Bu ümumilikdə 7 video silsiləsinin Dubayın ən ucuz ticarət mərkəzlərini gəzib, analiz edib və nəticədə hansının daha əlverişli və daha ucuz olduğunu bərabər öyrənəcəyik. Bu videolar sənin zamanının boşa etməsinin qarşısını alacaq. This one is 80, right? 75. Retail, 75. What about wholesale? 12 bucks I need to buy. You give me 50 dirham. Got it. And you have factory in China. The same time you are selling another brands. Alright. Dragon Mart'ta görmüşdük 320 falan, amma bu materialı fərqlidir. Yəni 165 manat. What about this one, bro? Bu alüminiumdur, 3 dənədir seçicisində və 300 dirhəmdir, yəni 145 manat. Bu da qırılmaz material. Elə materialdır ki, pipi materialı bilmirəm Azərbaycan dilində nədir? Kamazın altında belə qalsa qırılmır. Konkret olaraq bunlar çox möhkəm materiallardır. Əyilməsi ola bilər, amma qırılmır konkret bunlar. Rooftop covers also you are selling, right? And the windows as well? Yes. Okay. We have But main part is Yes, jackets. absolutely. Got you. And also we do have this Sunlit new system. Belə jaketlər maşınlarınıza lazım olacaq hər hansı bir. Burada GPS-lər var, kameralar var. Yəni bu təbii ki, bizneslər üçündür. Əgər ehtiyac olsa, hər hansı biznes sahibləri izləsəz, bu nömrələrlə əlaqə saxlaya bilərsiniz. Normalda vazın içinə alma, armud qoyarlar və yaxud da banan, ananas nəsə. Bu ilk dəfə görürəm qarpız qoyub bura. Və deyir ki, mənim xəyal ürünümdür. It's already done. But anyway, it looks nice. Can we eat this watermelon? Just I'm kidding. Thank you. Thank you so much. For the specific reason, I don't know, but this depends on the UAE system. Yeah, their settings. This depends on the law. Yeah. It has parts here in UAE or Usually we have. yeah. Yeah, normally we have. Electric vehicles is same expensive as in Dubai or It depends on the rates and the price is similar. Exactly. For example, price in China maybe 80,000, and you plus the shipping, plus the customs duty fees in total, and plus here profit, here price. so 100k here. Bu maşınlar gördüyünüz kimi arxadan bir dənə çək zəhmət olmasa. Deməli bu arxası sanki Porsche. It looks like a Porsche. Yeah. Yeah? Yeah. They inspired from the Porsche? I Maybe. think it's a coincidence. Alright. Okay, yeah. I think Maybe. it's a coincidence Maybe. because this type from Huawei system. Huawei system. Yeah, it has its own design, own. I got it. Yes. Okay. 100.000 dirhəmdir. Yəni 46.000 manat. Mən də öz maşınımı 100.000 almışdım, amma bu maşın da çox qəşəngdir. Bu full elektrikdir. Full elektrik maşınlar Birləşmiş Ərəb Əmirliklərində sığortası çox bahadır. Yəni illiyi 3500 manat. Azərbaycanda elektrik maşınların sığortası nə qədərdir? Zəhmət olmasa rəylər qismində bildirin. All the hotels, like not all, like most of them, like good brands, Yeah. they are buying here. Yes. The retail also we do. Retail? Yeah. Dubai Mall example there is your products. No, we don't have. We have only one this. I'm from Azerbaijan actually, and the channel is Mr. Saleh. I'm doing Azerbaijan, yeah. So I'm living in Dubai like 5 years. So I'm doing some podcasts, some vlogs, regarding the Dubai. Deməli bura eynəklərin satış mağazasıdır. Dediyim kimi, Çinə getməyinizə ehtiyac yoxdur. Artıq Çin gəlib ayağınıza Dubaydadır.
Burada hər hansı bir eynək brendi yaratmaq istəyirsinizsə, bu mağazaya gələ bilərsiniz. 50 ədəd sifariş verərək öz xüsusi spesifik bir brendinizi yarada bilərsiniz. Qiymət sonra çıxandan sonra deyəcəm mən sizə. Bunların qiyməti burada belə 180 dirhəmə, 200 dirhəmə satırlar. Amma bunların belə satış qiymətini sonra deyəcəm, indi eşidirlər məni. Qardaş, əgər biznesə başlamaq istəyirsinizsə, əgər Azərbaycanda başlamaq istəyirsinizsə və yaxud da ki, Dubaya gələndə hər hansı bir onlayn biznes eləmək istəyirsinizsə, Shopify-da, Amazonda eləmək istəyirsinizsə, bura gələ bilərsiniz. Burada şəxsən öz brendinizi, öz adınızı, öz loqovuzu eynəklərin üzərinə yazdırıb 50 dənədən başlaya bilərsiniz. Ondan sonra öz biznesinizi qura bilərsiniz burada. Ona görə də əgər belə bir fikriniz varsa, əgər hər hansı bir yeni bir fikir axtarırsınızsa, mən burada sizə eynək biznesinin fikrini verdim və eynəklər hər zaman işləyir. Ona görə də bu dükana gələ bilərsiniz. Burada müxtəlif qablaşdırılmalar var ki, yenə də öz brendinizin qablaşdırılmasını edə bilərsiniz. İstədiyiniz dizaynı verə bilirsiniz və yaxud da ki, onlar sizə özləri dizayn verirlər. Buradan nömrələrin əlaqə saxlaya bilərsiniz. İcazə vermədilər ki, orada mən danışım. Qiyməti 180 dirhəm, yəni 90 manatdır orada satırlar. Lakin bunun bir dənəsinin Çin qiyməti Çində 6.5 dollara düzəldirlər. Yəni 90 manatlıq açkinin maya dəyəri hardasa 10 manat, 12 manat. Yəni açkı biznesində qəşəng pul var. Əgər yeni biznes ideyası axtarırsınızsa, mən sizə burada bir dənəsini verirəm. Əgər onlayn biznesə başlamaq istəyirsinizsə, Amazon və yaxud da ki, Shopify fərqi yoxdur. Bu marketə gəlib buradan maraqlı, fərqli əşyalar, maraqlı məhsullar tapa bilərsiniz ki, onlayn sata bilərsiniz. Bu kanala abunə olun, mütləq şəkildə olun. Çünki bu kanalda Dubayda necə biznes qura bilərsiniz, hansı biznesləri qura bilərsiniz və necə qura bilərsiniz, onların hamısı haqqında danışılacaq. Mütləq şəkildə abunə olun. Burada çox ucuz qiyməti olan oyuncaqlar var, tapancalar var burada. Baxın 27 dirhəmə var, 23 dirhəmə var. Burada hələ setlər var 12 dirhəm. Yəni 11 dirhəmə var, setdir bunlar. Baxın bunun qiyməti 7 manatdır. Bunu al 15 manata sat. %100 xeyir. Belə bir oyuncaq var, baxın. Fun Bubble Stick. Belə bir oyuncaqdır. Nə qədərdir? 3 manat 50 qəpik. Azərbaycanda bunlar neçədir? Zəhmət olmasa kommentlər qismində bildirin. Su tapancaları ki var, belə. Böyükləri də var. Burada böyüyü də var. Deməli, bu balacalar 3 dirhəmdir. Bu satış qiyməti 3 dirhəmdir ya. Optovoy istəsən hələ 2 dirhəmə də verərlər. Bunlar isə 5 dirhəmdir. İstəsən bunu 4 dirhəmə verərlər. Bunu alırsan buradan, gəlirsən Shopify-da bir dənə onlayn mağaza açırsan, satırsan da 2 qat qiymət, 3 qat qiymətini satırsan. Biznes ideyası. Ona görə də bu videonu mütləq izləyin və dostlarınızla paylaşın və kanala mütləq şəkildə abunə olun. Dediyim kimi, bu Yivu marketə gələrək çox qəşəng buradan əşyalar, məhsullar tapa bilərsiniz ki, təbii ki, öz evinizdə də ala bilərsiniz, Azərbaycandan apıb sata bilərsiniz. Hətta Dubayda yaşayırsansa, ikinci iş axtarırsansa, qazanırsan 5000, 6000, 7000, 8000 dirhəm. Bir dənə onlayn mağaza açırsan, satırsan da məhsullar, alırsan buradan 1 dirhəmə, satırsan 3 dirhəmə. Hər gün 10 dənə satsan, aylıq sənə 2-3 min yenə qazancındır. Baxın, belə portretlər var. 36 dirhəm. 58 dirhəm, 25 manat, 26 manat. Oy da bu nə qəşəngdir, Lamborghini. 18 dirhəm. Pultu da var, maşını da. Lego. Bunun Lego Dubai Mall'dan sən gəlib alsan 5 qat bahası olacaq. Buna bax, Ferrari. Yenə də eyni şəkildə. Neçədir? Eyni qiymət. 18 manat. Baxın, 16 manat. Belə bir traktor. Çox qəşəngdir. Bura çox qəşəngdir axı. Nə istəsən var burada. Belə bir şeylər var. Bu da Lego yenə də. Neçədir bu? 12 manat. Zəhmət olmasa deyin, bu cür oyuncaqlar Azərbaycanda, Sədərəkdə deyək, Sədərək bazarında neçədir? Zəhmət olmasa kommentlərdə bildirin, rəylər qismində. Müqayisə eləyək. Görə Dubayda neçədir, Azərbaycanda neçədir? Bunlar tikinti materiallarıdır. Mismarlar, şuruplar, burada var. Lagunda, drill. Bunlar şükürkə eləmək üçün şeylər. Atverka setləri, ondan sonra maşınlar üçün setlər.
Motorlar var, su motorları var burada. Evinizə lazım olan hər hansı bir əşya, hər hansı bir yəni xırdavat bir şey olsun, bura gəlib ala bilərsiniz. Mənə elə gəlir ki, bu ticarət mərkəzi day to day-dən daha keyfiyyətli mallar satır. Çünki Çinin ən yaxşı mallarını satır. Təbii ki, day to day-də satır. Amma day to day məncə ancaq Bangladeş, belə Pakistan, Hindistan, amma buradakı mallar Bangladeşdən belə olsa yaxşı keyfiyyətlidir. Plus-dakı Çinin keyfiyyətli mallarıdır. Burada hər şey var. Evinizə ehtiyacınız olacaq, sudan tutmuş, paltar yuyan deterjana qədər, nə bilim, salfetkadan tutmuş hər şeyə, yeyəcəyə qədər hər şey var. Hamısı təbii ki, Çin malıdır və dediyim kimi Bangladeş falan, Koreya, Bangladeş bunların ən yaxşı mallarıdır. Mən day to day-yə getmək əvəzinə bura gələrəm ayda bir dəfə. Əgər Dubayda yaşayıramsa. Təbii ki, turistlər gəlib buradan elektronika da ala bilərlər. Başqa hər şey. Burada Yivu Marketin xəritəsi var. Deməli, ikinci mərtəbədə, bura 2 mərtəbədən ibarətdir. Birinci mərtəbədə, yəni girişdə, əsas girişdə girdiyinizdə burada paltarlar var, tekstil var burada və ilərləyən bu tərəfdə isə burada tikinti materialları var. Amma ikinci mərtəbədə isə, yəni bu ərazidə, gördüyünüz bu ərazi elektronikadır ki, biz orada elektronikaya baxdıq, kameralara baxdıq daha çox, televizorlar, kameralar, digər elektronik məhsulları. Bu sağ hissədə, yuxarıda isə kosmetika və aksesuarlar var. İndi gedəcəyik ora, çünki çox insanın marağında olan kosmetikadır. Mən də həqiqətən uzun zamandan bəri də axtarıram. İndi gedəcəyik kosmetikaya baxmağa. Oh my god. Buna baxın, dondurma şəklində şamdır. Çox qəşəng iyi var. Buna bax hələ. Bu çiyələk də. Bunu yemək istəyirdim. Lap bunu yemək istəyirəm. How much this kind of candles, bro? The retail, like a wholesale. Mostly it depends, like between 20 to 25. Till? Per piece. Oh, really? Yeah. Okay, Some of it depends upon which brand it is. gotcha. Like, So you don't work only one brand. You are working with a few yeah, brands. I've worked with multiple brands. All I right. also have essential oil, which is used in cosmetic. Ah, Yeah. So those are the essential oils. all right. Thanks, man. Just we are making content for the YouTube channel. That's why. Okay, no worries. Thanks, All brother. the best. Thank you. Bunlar deyəsən şeydir, qablar satırlar sadəcə. Ətir üçün qablaşdırmalar satırlar. Hər. Aha, burada şampunlar var. Şampun, sabun, Rexona. This wholesale or retail? How much is that? Clear and Dove. One piece, one carton. Cartoon, one cartoon. One carton, How many pieces in a carton and how much? What's that? 4.2. yeah. 3. Okay. Thank you, brother. Neçədir normalda? Küçükleri 18-20. Küçükləri də 10 diyelim. Küçükleri 18. Ha. 36. Ha, öyle mi? 4.5. Bunu ben alıp satıyorum. 4 dirhem 30. Wow. Satmıyorum tekli Ha? satıyorsam işte. Hə, bunlar avtovoy satırlar. Amma avtovoy satsa da deməli balacasını soruşdum mən. 2 manat dedi. 2 manat balaca şampun, onları burada satırlar 9 manata. Wow. 4 qat bahasını alırıq biz. Deməli burada bir parfüm gördük. Bunlar lokal parfümlərdir, amma belə brendləri kopya eləyiblər. Burada var Aventus, Coco Chanel. Ucuz 69, 49, 19 dirhem. İndi mən burada maşın üçün alacağam. Maşın qoxusu var. Burada vanilya, koko. 19 dirhemə deyir. Bunu indi sizə gözəllik eləyəcəm deyir. İldən, aydan bir dəfə gəlmişsiniz deyir. Özdə türkcə danışa bilən birisi çıxdı qarşımıza orada. Türkmenistanlı. Ya göstərmir, narahat olma. Deyir məni çəkməyin, ha, qəti şəkildə çəkməyin deyir məni. Qaracı sadəcə maşın alacağam. Bəlkə ola bilsin ki, ev üçün də parfüm aldım. Wood Cinnamon, so I think, aynen, Wood Cinnamon iyi olur bence.
Kanka bu çok iyi. Ben seviyorum. Gəlmişik bir yerə kosmetik axtarırdıq. Yəni çox insanlar həqiqətən suallar verirlər. Ya bu kosmetika hardadır? Biz tapa bilmirik. Gəlmişəm indi bura. Deməli Yivu marketdə kosmetik yeri var. Amma maraqlı fakt budur ki, baxın, qapı bura bağlıdır, bura açıqdır. Yəni içəridə idi, qapı girmiş içəri. Amma qapını bağlayıblar və yazıblar ki, əgər hər hansı bir şey istəyirsinizsə özünüz baxın, WhatsApp-da əlaqə saxlayın, biz sizə göndərək. Dubayın nə qədər təhlükəsiz şəhər olduğunu indi özünüz qərar. Azərbaycanda hər hansı bir belə deyək, sahibkarsan, düz deyib, indi izləyirsən videonu. Sənin dükanın belə olsa, açıq qoyub gedərsən, oturarsan evində, oturmarsan. Əgər oturarsansa, bir dənə kommentlərdə bildirib fikrini. Təhlükəsizliyinə görə Dubayda yaşayırıq. Deyirlər, nədir, elə sən çağırır, sən Dubaya gəl. Buna görə çağırıram da. Keçək əsas mətləbə. Burada kosmetika ilə bağlı nələr var? Demək olar ki, hər şey var, amma mənim başım çıxmadığı üçün mən bilmirəm. Adlarını sizə deyə bilməyəcəm. Sadəcə olaraq özünüz baxın. Kameraman qardaş göstər belə sağı, solu. Eyeliner var orada. Nə bilim, burada powder, banana powder, bilmirəm. Daxili bilmirəm bunlar nələrdir. Korotçu, baxın, yəni burada əgər Dubaydan kosmetika axtarırsınızsa, əslində burada dükanlar çoxdur. Sadəcə olaraq nömrələrini qoyublar. WhatsApp-la əlaqə saxlamaq olar onlarla. Yəni bunların nömrəsini mən videonun açıqlamalar qismində qoyacağam. Özünüz əlaqə saxlayarsınız WhatsApp-la və bildirərsiniz. Nə istəyirsə şəkillərini göndərərsiniz. Onlar sizlə əlaqə saxlayacaq. Əgər varsa, okey, əlaqə saxlayarsınız, alarsınız. Və burada bir çox şeylər var, amma bilmirəm mən, adlarını bilmirəm bunlar nələrdir. Kameraman qardaş, gedək. Üçüncü günün nəticəsi olaraq Dubayda yerləşən Yivu Market ticarət mərkəzi ən ucuz və ən əlverişlisidir. Bir sonraki günlərdəki videoları qaçırmamaq üçün kanalıma abunə olmağı unutmayın.